Salam, xoş gördük hər birinizi. Bugünkü dərsimiz sadə və mürəkkəb cümlələrin fərqləndirilməsidir. Görək necə fərqləndirəcəyik. Birinci hər birinin ayrı-ayrılıqla tərifinə nəzər salaq. Sadə cümlə nədir? Bir qrammatik əsası olan cümlədir. Qrammatik əsas nədir bəs? Qrammatik əsas bərabərdir mübtəda plus xəbərə. Yəni bir cümlənin mübtədası və xəbəri varsa, ona biz yəni bir mübtəda xəbər varsa, biz ona sadə cümlə deyirik. Məsəl üçün deyirəm, mən gəldim. Hələ bu sadə izah yoludur ya. Mübtəda və xəbər. Gələn kimdir? Mən. Xəbərimiz nəyə aiddir? Mübtədamıza. Deməli, xəbərin aid olduğu öz mübtədası var. Buna diqqət edin, çünki bu anlayışla fərqləndirəcəyik. Xəbərin aid olduğu öz mübtədası varsa, biz buna sadə cümlə deyirik. Təbii ki, qrammatik əsas dedikdə mübtəda buraxıla da bilər. Deyirəm ki, gəldim. 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 Gələn kimdir? Mən. Buraxılıb xəyalımda bərpa edirəm məni. Deməli, bir sözdən ibarət olan cümləmiz ola bilər. Düzdürmü? Xəbər də buraxıla bilər. Adlıq cümlələr. Misal üçün deyirəm, cıdır düzü. Cıdır düzü. Xəbərim yoxdur. Düzdür. Bu da sadə cümlədir. Yəni, qrammatik əsas dedikdə mübtəda xəbər nəzərdə tutulur. Lakin mübtəda buraxıla da bilər. Cümlə xəbər əsasında formalaşa bilər və yaxud da xəbər buraxılıb mübtəda əsasında cümləmiz formalaşa bilər. Yəni, bunlar sadə cümlədir. Bəs mürəkkəb cümlə nədir? Dedi ki, bir qrammatik əsası varsa sadə cümlədir. 2 və daha artıq qrammatik əsası varsa mürəkkəb cümlədir. Məsəl üçün deyirəm, mən gəldim, lakin Fərhad gəlmədi. Gələn kimdir? Mən. Gəlməyən kimdir? Fərhad. Bayaqlar dedim. Bunu niyə görə biz 2 qrammatik əsas götürürük? Çünki baxıram, hər xəbər, bayaq dedim ki, öz mübtədası, hər xəbərin öz mübtədası olmalıdır. Yəni, hər xəbər öz mübtədasına tabi olmalıdır. Gələn kimdir? Mən. Gəlməyən kimdir? Fərhad. Bayaq dediyim anlayışı tətbiq edə bildik. Yəni, hər xəbər öz mübtədasına tabi oldu mu? Bəli. Biz onda qrammatik əsas deyə bilərik. Bax, buna bir qrammatik əsas deyə bilərik. Buna isə ikinci qrammatik əsas deyə bilərik. Bəs nə zaman bu qayda pozulur? Misal üçün deyirəm ki, tutaq ki, deyirəm və yaxud da bunu belə edir. Deməli, mən gəldim və danışdım. Nə etdim? Danışdım. Nə etdim? Gəldim. Kim? Mən. Düzdürmü? Bir mübtədamız var. Gələn kimdir? Mənəm. Danışan kimdir? Bu da mənəm. 2 dənə xəbər var, lakin bir dənə mübtədaya tabidir. Yəni, hər xəbərin öz mübtədası yoxdur. Bu 2 xəbər bir mübtədaya tabidir. Deməli, biz buna mürəkkəb cümlə deyə bilmərik və yaxud da 2 qrammatik əsas deyə bilmərik. 2 qrammatik əsas deməyimiz üçün bunun da öz mübtədası olmalıydı. Olmadığı üçün biz buna sadə cümlə deyirik. Həmcins xəbərli sadə cümlə. Və yaxud da burada bunu pozaq. Mən gəldim, ancaq gəlmədi. Düzdür? Gələn kimdir? Mən. Gəlmədi. Bax, burada mübtəda yoxdur. Düzdürmü? Gəlmədi. Gəlməyən kimdir? O, başqası. Buraxılıb. Bax, bu cümlədə də 2 xəbər var. Bir mübtəda da var. Bu cümlədə də 2 xəbər var, bir mübtəda var. Bu mürəkkəbdir, bu sadədir. Fərqi nədir? Çünki bu xəbərlərin öz mübtədası var, buraxılsa da. Gəlməyən odur, gələn mənəm. Amma bu xəbərlərin bir mübtədası var. Məhz buna görə biz bunlara həmcins xəbərli sadə cümlə, bunlara isə mürəkkəb cümlə deyirik. Hərəsinin öz mübtədası olduğu üçün. Bu arada şəxsiz cümlə də ola bilər, buraxıla da bilər xəbər mübtədası.
Yəni başqa nümunələrə nəzər salaq. Burada nəyə diqqət yetirməliyik? Tutaq ki, deyirəm, mən gəldim ki, səni görüm. Düzdürmü? Görüm xəbər kimi səni. Gəldiyim xəbər kim mən. İndi baxırıq bura. İki xəbərimiz var. Gələn də mənəm, görmək istəyən də mənəm. Düzdürmü? İndi biz buna bayaq dediyimiz qaydaya əsasən sadə cümlə deməliyik. Düzdür? Bu tipli cümlələrdə bax ki bağlayıcısını görürük burada. Ki bağlayıcısını görən kimi, yəni başqa heç nə düşünməyə ehtiyac yoxdur. Əgər cümlədə ki bağlayıcısı varsa, deməli bu mürəkkəb cümlədir. Tabeili mürəkkəb cümlədir. Düzdür, biz xəyalən bunları tabe edirik, çünki bu buna tabe deyil. Əgər ikinci xəbər buna tabe olsaydı, bunlar arasında əlaqə olardı. Amma bunlar arasında əlaqə yoxdur. Səni görüm ikinci cümlədə, mənim gəlməyim də birinci cümlədə. Yəni, bunlar zahirən bir mübtədaya tabe olsalar da, aralarında ki bağlayıcısı olduğu üçün biz bunu mürəkkəb cümlə götürürük. Sadə cümlə götürmürük. Növbəti bir cümləyə nəzər salaq. Tutaq ki, deyirəm, mən sevinsəm də onun darıxdığı üçün burnunun ucu göynəyirdi. Düzdür? Burnunun darıxdığı üçün burnunun ucu göynəmək frazeoloji birləşmədir, düzdür. Və onun burnu söhbəti də birləşdiyi üçün deməli, onun darıxdığı üçün burnunun ucu göynəyirdi cümləsi bütöv xəbərdir. Mən sevinsəm də, sevinsəm bir xəbər, ki, mən. Və görürük, burada da yenə bayaqki kimi 2 dənə xəbərimiz var. Lakin burada sevinən mənəm, burada isə mübtədanı bərpa eləyə bilmirik. Ona görə şəxsiz cümlədir. Sadə mürəkkəb cümlədə 2 dənə sadə cümlənin birləşməsindən yaranır. Sadə cümlənin də şəxsə görə növləri müəyyən şəxsi, qeyri-müəyyən şəxsi, şəxsiz, ümumi şəxsi cümlələri idi. Bax, görürsünüzmü? Burada müəyyən şəxsi, vergüldən bu tərəfə bir cümlədir həmişə. Mən sevinsəm də müəyyən şəxsi cümlədir. İkinci tərəfdə şəxsiz cümlədən ibarətdir. Deməli, 2 dənə sadə cümlənin birləşməsindən əməl edən mürəkkəb cümlədir. Və yaxud da həmcins xəbərini dedik, həmcins mübtədalı bir dənə də cümlə deyək. Tutaq deyirəm, mən və Akif evə getdik. Getdik xəbər, haraya evə? Kim getdi? Akif. Kim getdi? Mən. Düzdürmü? Gedən həm Akifdir, həm də mənəm. Gördünüzmü? Mübtədalar baş üzv kimi sadalansa da bir xəbəri var. Onun üçün biz buna sadə cümlə deyirik. Amma burada bunun bir xəbəri var. Bu xəbərin də mübtədası olmur, bərpası da qeyri-mümkündür. Bu şəxsiz cümlədir. Yəni, mübtəda söhbəti, hərəsinin, bunun öz mübtədası, bunun da yoxdur. Ona görə biz bunu mürəkkəb cümlə, bunlar isə bir anlayışa tabi olduğu üçün bunu sadə cümlə götürürük. Dediyimiz anlayışı ümumiləşdirək. Yəni, cümlələr üzərində dedik, indi sıxım şəklində ümumiləşdirək. Kiçik yazı şəklində, belə deyək. Yəni, əgər sadalanan mübtəda və xəbər bu cür sıxım alınırsa və yaxud da bir mübtəda, xəbər, yəni, burada istənilən ikinci dərəcədə üzv iştirak edə bilər. Sadəcə biz cümlənin sadəliyi, mürəkkəbliyi sırf bununla tapırıq. Yəni, baş üzvlərlə tapırıq. Və burada da xəbər görürük ki, bir mübtəda. Yəni, bu sıxım olanda biz buna deyirik sadə cümlə. Sıxım yadımıza qalacaq. Sadalanan mübtədalarda bir xəbər ikisinə də aiddir və yaxud da sadalanan xəbərlər var, ikisi bir mübtəda aiddir. Buna sadə cümlə deyirik.
Bir müftəda xəbər xəbər, bir müftəda xəbər xəbər. Və yaxud da bir müftəda xəbər xəbər. Şey bağlı etsin. Deməli, burada da bu buna tabidir, bu buna tabidir. İkinci sxemdə zahirən buna tabi, bu həqiqətən buna tabidir, amma bu zahirən buna tabidir. Yəni də artıq işarəni qoymuram, çünki əlaqə söhbəti yoxdur orada. Zahirən bu da buna tabiyə oxşayır, amma çiyini gördüyümüz üçün biz buna nə deyirik? Mürəkkəb cümlə. Bu qədər dərsimizin izahı. Dinlədiyiniz üçün təşəkkür edirəm.